Salam, gəlin ingilis dilindəki ən çox çaşqınlıq yaradan sözlərdən birinə baxaq, take. Bəs sizcə, bu sadə görünən sözün neçə mənası ola bilər? Gəlin birlikdə öyrənək. Gəlin başlayaq. İlk kateqoriyamız fiziki hərəkətlərdir. Ən birinci və ən çox bilinən mənası bir şey sadəcə götürmək. Məsələn, can you take this book? Yəni, bu kitabı götürə bilərsən? İkinci məna isə aparmaqdır. Birini bir yerdən başqa yerə aparmaq. I will take you home, yəni səni evə aparacağım. Çox sadə, elə deyilmi? Şəkil və ya video çəkəndə də take deyiri, çox yayılmış bir istifadədir. Məsələn, dostlarınıza deyə bilərsiniz, let's take a photo, yəni gəl şəkil çəkək. Bu məna biraz fərqlidir, tutmaq və ya ələ keçirmək. Adətən polislə bağlı olur. Məsələn, the police took him, yəni polis onu tutdu. Bu qədər sadə. Fiziki hərəkətlər bitdi. İndi keçək mücərrəd, yəni qeyri-fiziki mənalara. Tek sözü həm də nəyisə qavramaq, başa düşmək mənasında işlənir. Kimin nəsə razılaşanda deyə bilərsiniz, I take your point, yəni fikrini başa düşdüm. Başqa bir maraqlı məna isə reaksiyadır. Bir xəbəri necə qarşıladığını soruşmaq üçün. Məsələn, how did he take the news? Yəni, xəbərə reaksiyası necə oldu? Və sonuncu bölməmiz take sözünün gündəlik vərdişlərdə istifadəsi. Deməli, take həm də vaxt bildirir, bir işin nə qədər çəkdiyini göstərir. Məsələn, it takes 10 minutes, yəni 10 dəqiqə vaxt aparır. Dərman qəbul etmək deyəndə də take işlədilir. Bu çox vacibdir. Həkim sizə deyə bilər, take this medicine, yəni bu dərmanı qəbul et. Və nəhayət 9-cu məna, seçmək, xüsusilə də alış-verişdə. Mağazada bəyəndiyiniz bir şey üçün deyirsiniz, I'll take the blue one, yəni mavisini götürürəm. Deməli, gördüyünüz kimi mənaları 3 qrupa bölmək olar, fiziki, mücərrəd və gündəlik. Artıq take sözünün 9 mənasını bilirsiniz. Bəs növbəti dəfə hansı söz izah edək? Şərhlərdə yazın.